Inayə Bababəyli 10 yanvar 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Sumqayıt şəhər 18 saylı tam orta məktəbdə alıb. Daha sonra Bakı Slavyan Universitetində Rus dili müəllimliyi fakültəsində təhsil alıb. 2 il müddətində özəl bağçada müəllim kimi fəaliyyət göstərib. Hazırda təhsilini Sumqayıt Dövlət Universitetində Psixologiya fakültəsində davam elətdirir. Eyni zamanda Logoline Psixologiya İnkişaf Mərkəzində 1 ildir ki, fəaliyyət göstərir. Uşaq psixologiyası uşaqların zehni, emosional, sosial və davranış inkişafını öyrənən psixologiya sahəsidir. Bu sahə uşaqların necə düşündüyünü, necə hiss etdiyini, öyrəndiyini və ətraf mühitlə qarşılıqlı münasibətlərini araşdırır. Ailə uşağın ilk tərbiyə və ünsiyyət mühitidir. Sevgi, qayğı, düzgün tərbiyə uşağın özünə inamlı və məsuliyyətli böyüməsinə kömək edir. Şəxsiyyətin formalaşması bir neçə mərhələdən ibarətdir. Körpəlik yaş dövrü 0-2 yaş, erkən uşaqlıq 2-6 yaş, məktəb dövrü 6-12 yaş, yeniyetməlik dövrü 12-18 yaş dövrlərini əhatə edir. Uşaqlar valideynlərini özlərinə nümunə götürür. Hörmət, səbir, düzgün davranış uşaqların müsbət xüsusiyyətlər qazanmasına kömək edir. Əgər siz də peşəkar loqoped olmaq istəyirsinizsə, nəzəri biliklərlə yanaşı praktik məlumatlar əldə etmək istəyirsinizsə, elə isə bu kurs sizin üçündür. Kurs daxilində müəllifi olduğum kitabları əldə edəcəksiniz. Buraya klonik kəkələmədən addım-addım uzaqlaş, tonik kəkələmədən addım-addım uzaqlaş və qarışıq kəkələmədən addım-addım uzaqlaş. Eyni zamanda kəkələmədə istifadə etdiyiniz terapiya materiallarını əldə edəcəksiniz. Yanaşı olaraq afaziyada kommunikativ bacarıqların inkişafı, alaliyada diaqnostika və reabilitasiya, disfaliyanın diaqnostik edici təlim proqramı, dizartriyada nitq əzələlərin funksional inkişafı, rinalaliyada rezonans pozuntuların aradan qaldırılması kitablarını əldə edəcəksiniz. Sizlər də kurs dolu kitablar əldə etmək istəyirsinizsə, bu sahədə peşəkar olmaq istəyirsinizsə, elə isə A-dan Z-yə loqopediya kursumuzu qaçırmayın. Uşaqların sağlam psixologiyaya sahib olması üçün 3 yaşına kimi atadan sevgi, anadan qayğı görməsi vacib şərtdir. Sevgi, qayğı, diqqət, sağlam ailə mühiti uşaqların sağlam psixologiyaya sahib olmasına kömək edir. Ailədə yaranan münaqişələr uşaqların narahat, qorxaq, aqressiv və özünə inamsızlığına səbəb ola bilir. Oyun uşağın ünsiyyət, düşünmə, yaradıcılıq, problem həll etmə bacarığını inkişaf etdirir. Müəllim və ailə əməkdaşlığı uşağın psixoloji inkişafına və təhsil həyatına mühüm rol oynayır. Bu əməkdaşlıq uşağın düzgün, sağlam psixologiyada yetişməsinə kömək edir. Hər hansı bir problem varsa, valideyn və müəllim tərəfindən birgə əməkdaşlıq bu problemi tez bir zamanda aradan qaldırılmasını təmin edir və beləliklə uşaq sağlam, özgüvənli mühitdə böyüyür. Uşağın uğurlarının qiymətləndirilməsi, fikirlərinə hörmət edilməsi, dəstəklənməsi uşağın özünə inamını artırır. Sağlam və qayğıkeş ailə mühiti uşağın psixoloji inkişafına, şəxsiyyət kimi formalaşması üçün vacib olan amillərdən biridir.